günləri mən sizə qaldığım otel haqqında məlumat verəcəm. Belədir ki, biz Bələkdəyik, Skalik Bələk Golf otelindəyik. Çox gözəl burada yerlər var. Həm yeməklə tanış edəcəm, həm restoranları ilə və əyləncəsi ilə. Gözünüz burada olsun. Ümumiyyətcə burada restoranlar çoxdur. Bax, hamı burada axşamları, gün ortaları, sabahları orada yemək yeyir. Burada Yapon restoranı var, Yunan restoranı var, Türk restoranı var. Yəni İtalyan mətbəxinə qədər var. İstədiyiniz restoranda seçim edə bilərsiniz. Ən çox oturduğum yer var buradır. Ümumiyyətcə burada hər şey çox gözəldir. Çayı, kofesi, əyləncəsi, içkilər limitsizdir. Və hansı traveldan gəlmişim, onu da yəqin ki bilirsiniz. Çünki mənim seçimim qısa traveldır. Akşamları uşaqlar çox əyləncəsi çoxdur. Hələ içəridə bir əyləncəsi var ki, axşam saat 12-yə qədər işləyir. Hovuzun həddindən artıq bulgur. Buradan ora görsənmir o dərəcədə. Otelin içində çoxlu mağazalar var. Paltar mağazaları, nə sipariş edə bilərsiniz, ala da bilərsiniz. Amma onu da deyim ki, qiymətlər çox yüksəkdir. Ona görə Antalyanın özündən alsınız daha yaxın. İdman zalındayıq. Ən çox Ruslanın burada olduğu yerdir. Hər gün gündəlik gəlir idmana. Zal çox böyükdür, genişdir və avadanlıqlar hamısı texnolojikdir, ən son aparatlarla. S-Travel'ı niyə seçirəm? Çünki S-Travel'la getdiyimiz bütün səyahətlər çox gözəldir. Hər şey detallarla, inanın ki, maraqlanırlar. Otelə çatdınız, hər şey yaxşıdır. Hər dəfə də maraqlı jestlər edirlər bizə otağa. Ona görə mən bu dəfə biz düzünü desəm ödənişimizi gəldik. Sadəcə mən çox travellarla işləmişəm. S-Travel'da olan məsuliyyət heç yerdə görmüşəm. Buna görə bunları sevirəm. İndi gedirik restorana. Şirniyyatlar çəkib, çeşit. Buranın şirniyyatları. Bugün mən balıq gecəsini yiyəcəm. Ailəm də öz yerində yiyib içirlər. Mən bir vazgeçilmək istəyirəm. Amma sən çörək yiyib, formaya falan. Bir sözlə yiyib içmək burada 500'e gəl 5. Gəlməyə dəyər. Bura Pivnoydu, bildiyiniz. Akşamları burada hamı futbola baxır. Burada kafedir, yəni bildiyiniz şirniyyatlardır. Bax, orada şirniyyatlar tanıması için. Burada çay, kofu sipariş edirəm. Dolce crudele dentro me, mi fai tremare, mi fai